Yenə deyirəm, diqqətli olmaq lazımdır ki, vilayətlərlə tektonik zonaları qarışdırmayaq. Hər ikisinin sayı 5-dir və bəzilərinin adı oxşayır deyə müəllimlər çox zaman qarışdırır. Bilmək lazımdır ki, Baş Qafqaz tektonik qalxması və Ön Qafqaz tektonik enmə zonası Böyük Qafqaz vilayəti daxilindədir. Böyük Qafqaz təbii vilayəti neçə tektonik zonada yerləşirdisə, 1-2 tektonik zona götürəcəksiniz. Sonra Lənkəran ovalığı tektonik cəhətdən Kür dağ arası çökəkliyinə aiddir. Yəni Kür çökməsinə aiddir, belə deyək. Amma təbii vilayət olaraq Lənkəran vilayətinə aiddir. Məsələn, belə bir cümlə düşə bilər ki, Kür çökməsi tektonik zonasında sarı torpaqlar yayılıb. Bəli, Lənkəranda sarı torpaqlar var, Lənkəran ovalığında. Amma desə ki, Kür dağarası çökəkliyi təbii vilayətində sarı torpaqlar yayılmışdır, bu ifadə artıq səhv olur. Və yaxud da deyə bilər ki, Kür çökməsi tektonik zonasında sitrus meyvəçilik inkişaf etdirilə bilər, inkişaf etdirilməsi üçün şərait var və yaxud da inkişaf etdirilib. Deyəcəksiniz ki, tektonik çökmə zonasında bəli, Lənkəran ovalığında var. Amma Kür dağarası çökəkliyi təbii vilayətində sitrus meyvəçiliyin inkişaf etdirilib ifadəsi yanlış olacaq. Eyni şeyi məsələn Kiçik Qafqaz tektonik qalxması və Kiçik Qafqaz vilayəti ilə də qarışdırırlar. Kiçik Qafqaz tektonik zonası dedikdə bilmək lazımdır ki, burada buzlaq landşaftı, nival, subnival landşaft var. Həmçinin də yarımsəhra landşaftı da var. Yarımsəhra landşaftı, məsələn, Naxçıvanda vardır. Naxçıvan ərazisində Ordubad düzü, sonra Yaycı və Gülüstan düzlərində var. Yarımsəhra iqlimi yenə də həmin ərazilərdə mövcuddur. Yarımsəhra iqlimi hər ikisində var. Həm tektonik zonada var, zona olaraq var, həm vilayət olaraq var. Amma vilayət olaraq da Kiçik Qafqaz vilayətində yarımsəhra iqlimi var, doğru götürəcəksiniz. Amma yarımsəhra landşaftı var ifadəsi yanlış götürəcəksiniz. Kiçik Qafqaz tektonik zonasında yarımsəhra landşaftı mövcuddur. Amma Kiçik Qafqaz vilayətində yarımsəhra landşaftı mövcud deyildir. Sonra buzlaq nival landşaft. Kiçik Qafqaz tektonik zonasında buzlaq nival var. Amma Kiçik Qafqaz vilayətində buzlaq nival landşaft formalaşmır, yaranmır. Bu məsələyə diqqət yetirərsiniz. Sonra bir məsələ var, ona da diqqət yetirərsiniz ki, məsələn, biz adətən deyəndə Qızılağac körfəzi sahilləri Lənkəran inzibati rayonunun tərkibinə daxildir. Amma fiziki coğrafi bölgüdə Kür-Araz fiziki coğrafi rayon üçün götürülür, mərkəzi Aran üçün götürülür. Məsələn, testlərdə ən çox müəllimlərin qarışdırdığı məsələlərdən biri də budur. Diqqətli olmaq lazımdır ki, Qızılağac Milli Parkı Kür-Araz və Mərkəzi Aran fiziki rayonuna aiddir. Amma inzibati olaraq Lənkəran götürə bilərsiniz. İnzibati olaraq Lənkərandır. Bəzən inzibati ilə qarışdırırıq. Belə. Sonra qarışdırılan digər bir məsələ, ən çox düşən digər məsələləri qeyd edim sizə. Bəzi inzibati rayonlarımız var ki, onların ərazisi 3 fiziki coğrafi rayonda yerləşir. Bunlardan biri Tovuz rayon ərazisidir. Biri Şəmkirdir. Ağstafanda qeyd etmək olar əslində. Sonra buradan Qax və Şəki ərazisində götürəcək. Bu 5 dənə inzibati rayonu yadda saxlayın ki, bunların ərazisi 3 fiziki coğrafi rayonda yerləşir. Sonra Kiçik Qafqaz vilayətində sarı torpaqlar mövcud deyil. Kiçik Qafqaz tektonik zonasında sarı torpaqlar var. Bu da Talış dağlarına görə götürülür.